Bürclərin 3 noyabr üçün ən düz proqnozu: Qoç, bugün enerjiniz yüksələcək, amma emosiyalara qapılmayın. Uğur ani qərarlardan deyil, səbirdən gələcək. Məsləhət: sakit qalın, tələsməyin. Buğa, maddi sahədə gözlənilməz xəbər ala bilərsiniz. Sevdiyiniz insanla aranızdakı məsafə azalır. Məsləhət: ürəyinizin səsini dinləyin. Əkizlər, danışıqlar və planlaşdırma üçün çox uğurlu gündür. Duyğularla yox, ağılla hərəkət edin. Məsləhət: gözlənilməz fürsəti qaçırmayın. Xərçəng, qəlbinizdə köhnə bir yara sağalmaq üzrədir. Ailə və sevgi məsələlərində harmoniya yaranacaq. Məsləhət: keçmişi buraxın, gələcəyə açılın. Şir, gözlədiyiniz xəbər bugün gələ bilər. Uğur diqqət və cəsarət tələb edəcək. Məsləhət: özünüzə inanmaqdan vaz keçməyin. Qız, iş və pul sahəsində irəliləyiş mümkündür, amma detallara diqqət edin. Kiçik səhv böyük gecikmə yarada bilər. Məsləhət: səbr və səliqə sizə qalibiyyət gətirəcək. Tərəzi, sevgi və münasibətlərdə tarazlıq tapmaq çətin ola bilər. Amma doğru sözlə hər şeyi yoluna qoya bilərsiniz. Məsləhət: sakit tonla danışın, qalib siz olacaqsınız. Əqrəb, güclü enerjiniz var, amma onu düzgün istiqamətə yönəldin. Qısqanclıqdan uzaq durun. Məsləhət: hisslərinizi idarə edin, yoxsa onlar sizi idarə edər. Oxatan, səyahət, yeni başlanğıc və ya təklif gündəminizdə ola bilər. Ruhunuz azadlıq istəyir. Məsləhət: qorxmadan bir addım atın. Oğlaq, işdə mövqeyiniz güclənir. Bir çox məsələ sizdən asılı olacaq, ona görə səbirli olun. Məsləhət: planlı hərəkət edin, nəticə sizi sevindirəcək. Dolça, düşüncələrinizi bölüşmək üçün doğru gündür. Bir insan sizə dəstək olacaq. Məsləhət: yeni fikirlərə açıq olun. Balıq, sezgiləriniz bugün çox güclüdür. Yalnız qalmaq və dərin düşünmək sizə aydınlıq gətirəcək. Məsləhət: hiss etdiyinizə inanın, zehniniz